A məntəqəsindən B məntəqəsinə yola düşən avtomobil yolun 8-də 5 hissəsini getdikdən sonra geriyə A məntəqəsinə qayıtdı. Avtomobilin qət etdiyi məsafə AB məsafəsindən neçə faiz çoxdur? Bu A olsun məntəqəsi, bu da B məntəqəsi. Deməli, A'dan gəldi, yolun 8-də 5-ini getdikdən sonra geri qayıtdı. Avtomobilin qət etdiyi məsafə AB məsafəsindən nə qədər çoxdur? 8-də 5-ini gedib 8-də 5-ini qayıtdığı üçün 8-də 10 hissə edir. Ümumi məsafə isə 1 tamdır. Yəni A'dan B'yə 1 tamdır. Və ya 8-də 8 kimi təsəvvür edə bilərik. Yəni 8-də 8-dir. Və 10 B götürək, yəni 8-ləri götürməsi də 18-dən neçə faiz çoxdur? 10-u götürürəm x faiz, 8-i götürürəm 100%. X bərabərdir. 10 vurulsun 100 bölünsün 8. 1000-i 8-ə böldükdə 125%. 125-dən də 100-ünü çıxıram. Elə 25%. Deməli 25% çoxdur.